Tamam, bugün 7. sınıf 1. hissə kimyadan 3.1. mövzunun suallarına baxacağıq. Öyrəndiklərinizi tətbiq edin hissəsindən başlayaq. Sağda deməli xörək duzunun qurulucu təsvir olunub. Xörək duzunda natrium və xlor atomları hansı sayı nisbətində birləşmişdir? Xörək duzu və xörək duzunda natrium və xlor atomları birin birə nisbətində birləşib. Xörək tuzunun kimya formulunu necə tərtib edərsiniz? Birin birindən nisbətən olduğu üçün bu formada olacaq formulu. C bəndində isə deyir ki, xörək duzunu başqa necə adlandırardınız? Burada siz yuxarıda verilmişdir. Onlardan oxşarlarına baxaraq adlandıra bilərsiniz. Məsələn, natriumla kalium oxşar xassəlidir. Burada kaliumun adı qeyd olunub. Siz də natriumu qeyd edin. Natrium. Eyni ilə bromla xlor da eyni xüsusiyyətlidir. Buna da xlorid yaza bilərik sonuna. Natrium xlorid olacaq adı. Sonra ikincidə isə deyir ki, kalsium sulfid və maqnezium nitrid birləşmələri hansı iki elementdən təşkil olunmuşdur? Bu sulfid adı sulfurdan gəlir. Sulfur da nə idi? Kükürt. Kalsiumdakı edə bilirsiniz. Bu formada olacaq. Maqnezium nitrid birləşmələri. Maqnezium nitrid də nitrogeniyumdan gəlir, yəni azotdan. Bunun quruluş formulu belədir əslində. Bizdən istədiyi hansılardan, hansı iki elementdən təşkil olunub deyir. Birinizdə yazırsınız kalsium və kükürddən ibarət olub. İkincidə isə maqnezium və azotdan təşkil olunub. Öyrəndiklərinizi yoxlayın hissəsinə baxaq. Birinci sual. Kimyəvi birləşmələr müəyyən edin. Kimyəvi birləşmələrdə iki müxtəlif, ən azı iki dənə müxtəlif element atomludur. Burada iki dənə müxtəlif gördüyümüz sudur. Bir də hidrogen və oksigen fərqlidir. Bu kobaltdır. Kobalt metaldır. Bu bəsit haldadır. Natrium klorid. Burada görürsünüz iki dənə müxtəlif var. Bu da kimyəvi birləşmədir. Bu da yenə olacaq bəsit. Birləşmə deyil. İkiyə baxaq. H2O, CO2, CH4 birləşmələrinin molekularında atom sayını müəyyən edin. Müəyyən edək. H2O. Neçə atom görürsünüz? 3. 2 dənə hidrogen, 1 dənə oksigen. CO2. 1 dənə karbon, 2 dənə oksigen. Burada da 3'dür. CH4. 1 dənə karbon, 4 hidrogen var burada. Bu da olacaq 5. Sonra isə nədir? Dəm qazı. Dəm qazının formulu budur. CO. Burada 2 mol atom var. Amonyak isə budur. NH3. Burada isə 4 mol atom sayı vardır. Üçüncü suala baxaq. SO2 və barium maddələri necə adlanır? Yəni yazaq bunların adların. SO2 kükürt dioksid adlanır. Dioksid. Bu isə barium oksid adlanır. 3 eyni atom sayının tri ilə ifadə olduğunu nəzərə alaraq SO3'ü adlandırın deyir. Kükürt tri oksid. Bu da belə adlandırılacaq. Sağ olun.